Salam uşaqlar, xoş gördük sizləri. Bugün sizinlə mən Fərəcə və Həcər müəllimə ikinci sinif informatika dərsinin növbəti mövzunun izahını verəcəyəm. Növbəti mövzumuz fərqləndirici əlamətlər mövzusudur. Dərsliyimizdə dördüncü mövzu. Gəlin əvvəlcə dərsliyimizin, yəni mövzumuzun ilk hissəsində olan şəklə baxaq. Ata qızına, qızım zəhmət olmasa köynəyimi gətir deyir. Qızı gəlir və bir çox köynəklərin olduğunu görür orada. Daha sonra isə ata qızım zəhmət olmasa sarı rəngli və zolaqlı olan köynəyimi gətir dedikdən sonra qız artıq hansı köynəyi götürməli olduğuna qərar verir. Deməli, uşaqlar eyni bir obyektin müxtəlif əlamətləri ola bilir və bu əlamətlərinə görə də biz obyektləri bir-birindən fərqləndirə bilirik. Obyektin fərqləndirici əlamətləri onları bir-birindən ayırmaq, seçmək və qruplaşdırmaq üçün lazım olan əlamətlərdir. Şəkildə gördüyünüz obyektlərin hamısını biz gəmi adlandıra bilərik. Amma bunları rənginə görə, formasına görə bir-birindən fərqləndirmək olar. Yəni tapşırıqlara baxaq. Tapşırıq bizdə deyir, şəkildəki fərqləri tapın. İki dənə qar adamın şəkli verilmişdir. Gəlin baxaq görək bunlar arasında hansı fərqlər var. Əvvəlcə papağına baxaq. Birinin papağı sarı rəngdə, digərinin papağı isə yaşıl rəngdədir. Əllərindəki süpürgələrdə olan bağların biri qırmızı rəngdə, digəri isə bənövşəyi rəngdə verilmişdir. Görürsüz, qar adamımızın biri gülümsüyür, digəri isə üzgündür. Qar adamlarımızın şərfləri, birincinin şərfi qırmızı rəngdə, ikincinin şərfi isə bənövşəyi rəngdədir. Qar adamlarımızdan birinin gözləri qara rəngdə, digərinin gözləri yaşıl rəngdədir. Birinci qar adamının 3 yaşıl düyməsi, ikinci qar adamının isə 2 mavi düyməsi var. Bu da qar adamlar arasındakı fərqlərdir. İkinci tapşırıqda deyir ki, hər bir obyektin bir neçə fərqli əlamətini göstərin. Hər biri gəlincikdir bunların. Ortaq əlaməti odur ki, bunlar üçü də gəlinciklərdir. Ancaq gəlinciklərin fərqli əlamətləri var. Uşaqlar, misal üçün, hər üçünün geyimlərinin rəngi fərqlidir. Birinci gəlinciyin geyiminin rəngi çəhrayı, ikincinin mavi, üçüncünün yaşıl rəngdədir. Birinci gəlinciyin saçlarının rəngi sarı, ikincinin qırmızı, üçüncünün isə narıncı rəngdədir. Daha doğrusu birincinin qəhvəyi rəngdədir saçları. Ayaqqabılarının rəngləri fərqlidir. Birincinin yaşıl, ikincinin narıncı, üçüncünün isə çəhrayı rəngdədir. Eyni zamanda saç düzümləri, saç aksesuarları hər birinin fərqli formadadır. Bizdən bir neçə fərqli əlamətini istədiyinə görə bir neçə fərqli əlamətini seçib keçirik növbəti tapşırığımıza. Üçüncü tapşırıqda hər bir obyekti o birindən fərqləndirən bir əlamət söyləyin deyir. Bunların ümumi əlaməti nədir uşaqlar? Oxşarlığı nədir? Hər üçünün kofta olması, düzdür? Bəs yaxşı, fərqli əlaməti nədir? Misal üçün, bu koftanın bu koftadan fərqli əlaməti nədədir? Bunun qollarının ağzı dalğalı formadadır, bu isə düz formadadır. Və yaxud da ki, bu boyunlu koftadır, bunun isə boyun hissəsi açıqdır. Sonra bu kofta ilə bu koftanın da fərqi nədədir? Bu kofta qısa qoldur, bu kofta isə uzun qoldur. Bu kofta ilə bunun da fərqli cəhəti nədədir? Bu koftanın aşağı hissəsi və qolların ağzı sarı rəngdədir, bunun isə qırmızı rəngdədir. Bu formada bir-birindən geyimləri fərqləndiririk. Dördüncü tapşırıqda deyir, hər sətirdə artıq olan sözü tapın. Gəlin baxaq, iyun, dekabr, iyul, avqust. Uşaqlar, sizcə bu aylardan hansı fərqlidir və nəyə görə? Uşaqlar, dekabr ayı fərqlidir. Ona görə ki, iyun, iyul və avqust ayı yay aylardır. Dekabr ayı isə qış ayına aiddir. Son növbəti tapşırığımız Ağdam, Araz, Naxçıvan, Quba, Şəki sözləridir. Burada sizcə artıq olan söz nədir, hansıdır və nəyə görə? Uşaqlar, burada artıq olan söz Araz sözüdür. Ona görə ki, Ağdam, Naxçıvan, Quba və Şəki rayon adlarıdır. Araz isə çay adıdır. Növbəti tapşırıq qartal, kəpənək, təyyarə, dəvəquşu. Bunlardan hansı fərqlidir və hansı əlamətinə görə? Uşaqlar, burada qartal, kəpənək və dəvəquşu, amma təyyarə cansızdır. Və eyni zamanda dəvəquşunda seçmək olar. Ona görə ki, deyərik ki, qartal, kəpənək və təyyarə hər üçü uça bilir. Sonra 5-ci tapşırıq. 5-ci tapşırıqda deyir, ağacsa bitir, bənövşəyi rəngdədir. Hansıdır?
Uşaqlar, pomidor ağacda bitir? Xeyr. Və bənövşəyi rəngdədir? Xeyr. Deməli, pomidor deyil. Badımcan ağacda bitir? Xeyr. Bənövşəyi rəngdə olsa da ağacda bitmir. Sonra alma ağacda bitir, bəli, amma bənövşəyi rəngdə deyil. Armud ağacda bitir, bəli, amma bənövşəyi rəngdə deyil. Balqabaq nə bənövşəyi rəngdə deyil, nə də ağacda bitmir. Gavalı isə həm ağacda bitir, həm də bənövşəyi rəngdədir. Deməli, bizim cavabımız olur Gavalı. Bugünkü dərsimiz bu qədər. Sağ olun. Özünüzə yaxşı baxın. Dərslərimizi davamlı şəkildə izləməyi unutmayın.